Bir gözəl istedadlı, gələcəyimizin gözəl aşıq ola biləcək bir igidi burada eləşir. Hər zaman mənlə belə deyək də, dəvət eləyəndə gəlir, sağ olsun, dəvətimi qəbul edir. Atasını da salamlayıram, özünü də salamlayıram. Nihat, xoş gəlmişsən. Sənlə biz çoxlu efirlərdə olmuşuq, tədbirlərə gəlmişsən, xoş gəlmişsən. Hə, buyur. Hə, buyur. Başlanılar məmsiz olmaqla hər kəs salamlayıram. Ustadım Şöhrət müəllim və ekran qarşısında əyləşən tamaşaçılara salamlayıram. Məni efrimizə dəvət elədiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Çox sağ ol. Və ifadə edəcəyim hava aran güzəlməsi. Maşallah, maşallah. Buyur. Niyadı mən çoxdan tanıyıram, maşallah. Hər zaman uğurlu çıxışların olub, Niyad sənin. Buyuraq. Şənli sümbüllü tər bənövşəli Yaylaq bizim yaylaqlara bənzərsən İçən ölməz ab-ı kövsər suyundan Bulaq bizim bulaqlara bənzərsən Cənnət olur bizim yerin havası Ağlavaşı, kərə yağı qaymağı Qızlar dəstələnib gəzər oylağı Oylaq bizim oylaqlara bənzərsən Alının gəzdiyi üç gözəl dərə Şəqail çiçəkli, xoş gözəl dərə Şah dağdan görünər, baş gözəl dərə Üç dağ bizim, o dağlara bənzərsən Üç dağ bizim, o dağlara bənzərsən Çox sağ ol Nihat. Uğurların hər zaman bol olsun. Biz də baxaq fərəhlənək. Çox sağ olasın, çox sağ olasın. Və əziz dostlar, artıq vaxt az qalıb. Bu iştirakçılarımız finalın bir addımındadırlar.
səslərə nəzər salmaq istəyirəm. Hal-hazırda deməli, Zəhra xanımın 200 səsi var. Raya balamızın isə Raya xanımın 2 səs sayı var. Elə böyük də bir səs faizi yoxdur. Hər şey dəyişə bilər hər an. Və uğurlar arzu edirəm bir daha hər iki iştirakçılarımıza. Bizim burada Qazaxıstandan qonağımız var. Birazdan dəvət edəcəm səni, hazırlaşın. Bir yekun olaraq sizlərin bir rəyin alaq, hörmətli müsir heyəti. Anar müəllim, çox sağ olun, bir daha təşəkkür edirik. Çox sağ olun. Mən yenə bir gözəl üstadnamə ilə demək istəyirəm, icazə Bəli, versinizsə. əlbəttə ki, xoşdur. Mən ağlım kəsəndən, gözüm görəndən, Allah